Salam hörmətli izləyicilər, 12 avqust 1985-ci ildə Yaponiya hava yollarına məxsus olan təyyarə paytaxt Tokyo ətrafında qəzaya uğrayır. Təyyarənin göyərtəsində 509 nəfər sərnişin, 15 nəfər ekipaj üzvü olur. Yalnız 4 nəfər bu qəzadan salamat qutara bilir. Uçuşdan 12 dəqiqə sonra təyyarədə nasazlıqlar yaranmağa başlayır. Yəni təyyarənin gövdə hissəsində yaranan çat nəticəsində təyyarənin salonunda təzyiq aşağı düşməyə başlayır. Bu zaman təyyarə artıq 7200 metr yüksəklikdə uçurdu. Qəzanın koordinatları 20 dəqiqədən sonra məlum olur. Lakin Yapon xilasedicilər arasında yaranan deməli çaşqınlıq nəticəsində onlar hadisə yerinə 14 saatdan sonra gedib çata bilirlər. Mütəxəssislər məlum eləyir ki, 10 saat əvvəl ərzində, yəni qəzadan 10 saat sonra insanların çoxu salamat qalıbdır. Qəzanın səbəbləri isə belə məlum olub ki, deməli aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin təyyarə 1978-ci ilin iyun ayında deməli yeniş edərkən onun qanadı zolağa toxunub, çat əmələ gəlib. Lakin 78-ci ildə həmin təmir çox keyfiyyətsiz aparıldığına görə həmin yerdən deməli yenidən çat əmələ gəlib. Və bunun da nəticəsində Yapon Airlines'ın prezidenti istefa verir. Deməli, göstərilən xidmətin rəhbərliyi isə özünü intihar edir. Sağ olun, kanalıma abunə olmağı unutmayın.